Orxan bəy, Zirənin Avropa Liqasında mübarizə aparmasını istəyirsiniz, yoxsa Konferans Liqasında? Əlbəttə ki, mən Zirənin rəhbəri kimi istəyirik ki, Avropa Liqasında mübarizə aparaq. Bu həm bizə qarantı verəcək ki, biz bir yox, iki oyun oynayacağıq Avrokuboklarda. Ona görə istərdik ki, əlbəttə ki, Avropa Liqasında olaq, amma Konferans Liqası da bizim üçün uğur sayılır. Ona görə ümumən bu sezonu uğurlu qiymətləndiririk. Çünki biz dalbadal ikinci yeri tutduq. Və bu böyük bir uğurdur və bunun üçün məşqçi heyətinə və futbolçulara təşəkkür edirəm. Orxan bəy, bu ölkə kubokunun finalında bu o deməkdir ki, Qarabağla sabah maçında Qarabağa azarkeşlik eləyəcəksiniz, eləmi? Yəni komandanızın Avropa Liqasında mübarizə aparmasını istəyirsiniz. Yox, demək deyil, indi əlbəttə ki, güclü qalib gələcək, amma mən planım var ki, oyunu ziyarət edeyim və gözəl futbola azarkeşlik edəcəm. Təşəkkür edirik, sağ olun.